İstifadə etmədiyim əşyaları evdə saxlamıram. Amma nə yalan deyim, ilk dəfədən onları atmağa da əlim gəlmir. Ona görə də dekor əşyasına çevirib bir müddətdə elə istifadə edirəm. Belə olan halda daha dəyərli, daha əziz hiss etdirir. Eyni zamanda bu proses mənə olduqca zövq verir. Mənə zövq verən digər işlərdən biri də evimə bazarlıq etməkdir. Əlbəttə bu endirim günlərinə təsadüf eləyirsə, daha da zövqlü olur. Gəlin sizə 10-12 oktyabr tarixlərində Walmartda baş verəcək bənzərsiz endirimlərdən danışım. 1 litrlik Kent qarğıdalı yağı 6,49 deyil 3,97, 200 qramlıq tez çayları 6,29 deyil 3,97, 5 kiloqramlıq vaşraja şəkər tozu 6,69 deyil 7,97-yə, həmsəfər kərə yağlarının 1 kiloqramı isə 21,99 deyil cəmi 13 manat 77 qəpik olacaq. Bundan əlavə Ankara yumru düyünü 2 manat 7 qəpiyə, 1 litrlik Kent zeytun yağı 9,97-yə, çanaq pendirini 5,35-ə, sütaş qaymaqlarını 2,65-ə, Milka şokolad yağını 8,99-a, uşaq oyuncaqları üçün səbətləri 5,99, tort qablarını 3,99, elektron tərəzini isə cəmi 9 manat 99 qəpiyə əldə edə biləcəksiniz. Əlbəttə meyvə tərəvəz bölümündəki endirimlərdən unutmayaq. Nar 1 manat 9 qəpik, mandarin 1 manat 59 qəpik, kartof 75, soğan 29 qəpik olacaq. 29 manat üstü alış-verişlərdə 1,5 kiloqramlıq Arieli 12,49-a deyil 4 manat 99 qəpiyə əldə edə biləcəksiniz. 1,5% cashback qazanmaq üçün kassada Oziya Plus kartınızı təqdim etməyi unutmayın. Dekorlar artıq hazırdır, amma sonda gipsdən hazırladığım fiqurları boyayıb boyamamaq arasında qaldım.